Salam değerli əziz izləyicilərimiz. Bugünləri Binə qəsəbəsində Savxoz arasında 4 sotda sizin üçün kürsülü hündür bir 4 otaqlı evin çəkilişinə gəlmişik. Evimiz 15'in 11'ədir. Çox qəşəng geniş evdir. Geniş otaqları var. Əşyalı satılır değerli dostlar. Sizdən xahişim videomuzu sonacan izləyin ki, videonun sonunda qiymət deyiləcək. Evimizin bağ hissəsidir. Maşallah, yəni hər şeydə var bağında. Əkindən tutmuş, meyve ağaclarından tutmuş. Çok güzel evdir. Dosta, qohuma, əqrabaya təklif olunası evdir. Su çənimiz də buradadır. Qaz, işıq, suyumuz artisandır değerli dostlar. 24 saat qəşəng şirin çıxır suyumuz. Evin dört bir tərəfinə də fırlanmaq olur. Bünövrəsi beton, kəmərinə kimi. Şəxsi evdir dostlar. Balkonu nəyə desən deyər. İndi keçəyin evin padvalını nasıl tanış edeyim. Değerli dostlar, evimizin padvalı qəşəng hündürdür. Rahatçılıqla daxil olunur. İşıqlarına kimi qoyulubdur. Bu evimizin yan tərəfidir. Evin də arxasına rahatçılıqla da fırlanmaq olur. Keçən indi evin özü ilə də tanış edeyim. Evdən 2 dənə əşya götürüləcək. Qalan əşya hər bir şey qalır. Qalxırıq indi evin özü ilə tanış edəcəm. Dostlar, bu balkonu bir dənə baxın. Bu balkonda oturmaq, istirahət eləmək, vallahi nəyə desəm deyər ha. Çox qəşəngdir. Hündür yerdə yerləşir, havası gözəldir, sərindir. Yəni superdir, yəni ləzzət edir. Keçən indi evin içi ilə tanış edeyim. Girişdə belə bir koridorumuzdur. Evin içi tam təmirlidir. Əşyalı satılır. Girişdə sağ tərəfdə ilk olaraq xanımlar nəzərə alaraq mətbəxlə tanış edəcəm. Buradakı əşyalarda hər bir şey qalır. Dörd tərəfi cüt daşdan tikilmiş bir evdir. Dostlar, burada bir uşaq otağıdır. Qəşəng geniş otaqdır. Bura bir ikinci yataq otağıdır. Burada keçəyin üçüncü yataq otağı. Yəni əşyalarımız qalır dostlar. Burada koridorda bizim qaldiropdur. Koridorun başında belə bir qaldirop yığılıbdır. Burada bir dənə əlavə olaraq koridora giririk və burada adliyeni belə bir ayaq yolusu, kombisi göstər. Və burada da yenə də hamamdır və yenə də unitazı var. Dostlar, burada da göstər, yəni paltar yuyandı, hər bir şey. Qapılarımız da çox qəşəng qapılardır, gözəl qapılardır. İndi keçən inşallah sizi qonaq otağı ilə tanış edəcəm. Bu bizim qəşəng geniş belə bir qonaq otağı. Değerli dostlar, bax bu gedəcək güzgülü. Bir də bu stol gedəcək. Qalan pərdəsindən tutmuş qalır. Qiymət 95.000 manata deyilir. İnşallah gəldinizdə real alıcı ilə danışıb razılaşmaq olar. Allah alanda satanda xeyir versin. Sağ olun, var olun.